salamlayıram sizi. Yəni arxamdakı o qədər də bəllidir ki, dekabr gəlib Çaşqa mənə ki, borcda gətirmişəm ki, kofe töküm. Əminəm ki, bu sezonda hər zamanki kimi, yəni ilin son videoları həmişə belə məni çox həfif və sevinçli edir və xoş anılarla dolu olur. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Dekabr gəlir, xoş gəlir, sevinclə qarşılayırıq 2025'in son ayını və dekabr videosu başlasın. Ha. Hey. It's for my YouTube vlog. Say hello. Wait. So we are trying to get ready for our Christmas performance. Mən ancaq video çəkməklə məşğulam, başqası mənlik deyil, özləri eləyirlər. Mən ancaq eləyə biləcəyim şey budur. Necəsiz gəlmişəm, ani bir qərar verdim dünən axşam. Qazaxıstanın ən məşhur orkestrlarından birinin konsertinə tək gəlmişəm, heç kimsiz. Dediyim kimi ani bir qərar verdim bilet almağa. Burada hansı ki Interstellar və bir çox məşhur filmlərin orkestri ifası olacaq, çox həyecanlıyam. Əslində bugün dərsim falan da var idi, amma dedim okey. Çox güclü yağış var əslində çöldə və hamısını cancel elədim. Gəlmişəm, birazdan gələcəm bura. Say hi to my vlog. Hi. Ay Allah, Çaşqa düşəcəkdi. Someone to rely on. Selamlar. Bugün işin son günüdür. Dünən tədbirimiz var idi. Bir-iki dənə kadr qoyacağım tədbirdən də. Çox təəssüf ki, tədbir günlərində o qədər həyecanlı və tədbirin yəni gedişatında məşğul oluruq ki, yəni normal videolarım heç vaxt olmur. Özümün şəkli videosu ümumiyyətlə olmur. Telefon bilmirəm ki, harda olur ki, şagirdlərin də bir-iki videosunu çəkim, bu da mümkün olmur yəni. Amma ki, bugün də işin sonuncu gündür, çox happyəm. Bugün daha da happy olmaq üçün bir səbəbim var. Çünki Mor və Ötəsinin yenidən konsertinə gedəcəm. Hansı ki, bu orkestrdən olan. Ən son pandemiya ərəfəsində deyəsən, ondan sonraki konsertim elə onlar olmuşdu. Expo Center'da olan, bilmirəm, xatırlayırsınız yoxsa yox, gedənlər var idi mi? Üniversitə yenidən gedəcəm. Çox həyecanlıyam ona görə də. Tətilə çıxacağım üçün də çox həyecanlıyam. Belə, dekabr günlüyü öz axarında davam edir. Görüşərik. Deməli, Santa hədiyyələrini açırdıq və mənə tam olaraq istədiyim bir şey çıxdı da və təsadüfən baxın ki, ümumi ortamda mən demişdim belə bir şey almaq istəyirəm və ya da keçən həftə özüm baxmışdım və belə bir şey almaq istəyirdim və Santa mənə bunu alıb. Bir dənə də hədiyyə göstərir. Bunu da bir şagirdim hədiyyə edib mənə. Və bunu da göstərim sizə. Planım öz adımdan birlikdə. Sən bildirsən ki, kimdir? Ya bu değil. O balaca qara şeydir. Qızılın da. Digərləri sənindir. İstədiyim hədiyyə olsun. Yes, bu da mənim planlarım. Aman vermədim ki, düzəldəydi, özüm soyunmamışam hələ. Gəlmişik, Mor
Bestesi konserine ve orkestra konserde demiştim aslında bugün geleceği konserte. Ve bir tane de kadro çekerim. Çünkü dedim normal özümüzü göstereyim sonra çekebilmeyeceğiz yüzümüzü. Deməli bugün home party edirik. Süreyya xanım bizi... Ay Süreyya hara getdin? Süreyya bizi evində qonaq çağırıb. Home party oyunundan oynamışdıq və bu bizim padarkalar. Bunu Ürgəyə Asoba alıb hamımızda təmizləmək. Yeni ilə biri şampun alıb, biri bilmirəm nə yazı verməyə çalışırsınız. Biz hazırıq 2026-ya. Bu da bizim hədiyyələrimiz. Hala 2026'da da Taxım. Arxa fon, bir dəqiqə, arxa fon o necə gözəldir. Biz nə elə elədik ki, günləri, gözümüzdə də nur gəlib. Gəlmişik direktorun toyuna gələn məsələ. Bəli, dekabr günlüyündə toyda var, görürsünüz. Deməli, kimin toyundayıq, bunu deməmişəm. Salih bəy mənim direktorumdur və biz onun toyuna gəlmişik bu günləri. Burada şəkilləri çəkirik, hamımız görürüz, çox qəşəngdir. Gün o gözün ayağın için olsun. İnşallah, çok sağ ol. Sənin ancaq bu sözü eşidirəm, amma bugün manifestləyir yəni bunu. Gəliyordum elə telefonla şeylərdik, polaroid elədik. Hə. Biz hara gəlmişik. Yıxılıb şirkət İraq olsun olmamağa. Bugün gedirik ora və mənim 5% ayətqam var. Görüm nə çəkə biləcəm. Amma belə gedə bilərəm sən. Hello, 2026'dan salamlar. Yanvar günlüyünü, açılışını elədim finalı. Amma gün mərsi oldu ki, hələ nə İstanbul vlogunu editləyib paylaşmışam, nə dekabr günlüyünü paylaşmışam. Amma yanvara başlamışam və bu qədər video yığılıb və mən bunları nə vaxt editləyəcəm bilmirəm. Ümid edirəm ki, ən qısa müddətdə başlayacağım. İlin ilk qarı, çox xoşbəxtimiz özümündə gün düşür, amma dünən əməl başlı qar yağdı yəni və hələ də yerdə qalıb zaten qar. Görəcəksiniz, çəkmişəm yəni bir neçə kadrlar. Dağlarla başı qarlıdır, çox gözəldir, hava superdir də, yəni bütün enerjim, bütün bədənim canlandı, yəni bu gözəlliyi görəndən sonra 2 gün sonra iş başlayır, yəni artıq belə deyim də enerjimi toplayıb tam qaz işə gedə biləcəm. Günde düşür parıl parıl tek araçlarında da yeriz. Yaprak döküyorum, bir daha vlogda çekeyim. Vlogumun aranan üzləri. Vlogumun aranan üzləri. Warning yazacağım. Yəni sizlə necə qəşəng vaxtlarımız oldu, videolarımız olub. Onu da paylaş. Artıq anne olmuşuq. Bəli, anne. Artıq görüşəndə bizim söhbət eləyən bir dənə butulkalı adam da daxil olub. Daxil olub aramıza. Bəli. Südlü kofe içir o hələ ki, amma sonra bizim kimi başqa kofelər də. Yenə bir vlogun sonuna gəldik, izlədiniz. Bu dəfə 1-2 ayı bir araya gətirməli oldum, birləşdirməli oldum. Çünki noyabr ayı tamamilə silinib, bilmirəm niyə və düşündüm ki, dekabrı və yanvarı da bərabər paylaşsam daha yaxşı olar. Yanvarın sonudur bugün elə. Çalışacağım ki, fevrala qədər videonu editləyim və paylaşım. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, yəni mən bu videoları hazırlayanda çox əvəzən hazırlayıram əslində. Və çox cozy hiss edirəm bu tipdə videolara baxanda da, öz videomu hazırlayanda da. Ümid edirəm ki, eyni hissləri hiss edə bilirəm. Növbəti vloglarda görüşmək ümidi ilə hələlik.